2600 manat müavinət kimlərə veriləcək və bu pulu necə əldə etmək olar? Prezidentin imzaladığı fərmanla valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinət ödəniləcək. Bu müavinəti almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, dost mərkəzinə və ya vahid əlaqələndirmə mərkəzlərinə müraciət etmək olar. Dəyərli izləyicilərimiz, bilirsiniz ki, indi yaz fəslidir və fəsil dəyişkənliyi ümumiyyətlə insan orqanizminə müxtəlif cür təsir edə bilər. İmmunitetimizi mütləq şəkildə yüksək tutmalıyıq, özümüzü qorumalıyıq və bunun üçün ən yaxşı vasitələrdən biri də bal məhsullarıdır. Təbii ki, söhbət təbii bal məhsulundan gedir. Bəs belə bir zamanda təbii bal məhsulunu necə əldə edə bilərik deyə sual verirsinizsə, mən sizə məsləhət görürəm ki, arıçı vidadiyə zəng edin. Astarada, cənub bölgəmizdə yetişdirilən arıçı vidadinin bal məhsulları çox təbiidir, qatqısızdır və min dərdə dəvadır. Elə indi zəng eləyin 051 546 39 39. Arıçı vidadi şəxsən özü cavab verəcək və bal məhsulunu sifariş edin. Onu da bildirək ki, bütün bölgələrimizə çatdırılma pulsuzdur.